Aktivist Greta Thunberg və 11 fəal İsrailin Qəzzaya tətbiq etdiyi blokadaya meydan oxumaq və humanitar yardım çatdırmaq, həmçinin bölgədəki böhrana qlobal diqqət çəkmək məqsədi ilə İtaliyadan Qəzzaya yelkən açıb. İtaliyanın cənubundakı Katania şəhərindən yola düşən Madeleine adlı gəmi Azadlıq Donanması koalisiyasının bir hissəsidir. Əgər gəmi İsrail tərəfindən dayandırılmasa, səyahətin 7 gün çəkməsi gözlənilir. Bu, Thunbergin belə bir missiyada iştirak etməyə ilk cəhdi deyil. O, may ayında da oxşar bir təşəbbüs həyata keçirmək istəmişdi, lakin gəminin beynəlxalq sularda İsrailin pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qaldığı iddia ediləndən sonra səfər yarımçıq qalmışdı. İsrail Qəzzaya 7 oktyabr 2023-cü ildə Həmasla münaqişə başladıqdan sonra tam şəkildə blokada tətbiq edir. Nəticədə Qəzzada humanitar böhran yarandığı bildirilir. BMT və beynəlxalq yardım təşkilatları bölgədə kütləvi aclıq, sistemli humanitar fəlakət barədə xəbərdarlıq edir.